Salam millət. Bildiyiniz kimi Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti James David Vance Bakıda dünən səfərdə olub və bu günləri Şəhidlər Xiyabanını ziyarət edib. Fəxri Xiyabanı, Heydər Əliyevin məzarını ziyarət etmədi. Halbuki başqa rəsmi nümayəndələr, prezidentlər Azərbaycana gələrkən Şəhidlər Xiyabanı ilə bərabər Heydər Əliyevin məzarını da ziyarət edirlər. Bəs cənab Vance niyə Heydər Əliyevin məzarını ziyarət etmədi? Bunu desələr də rədd etdi ABŞ-ın vitse-prezidenti. Dünən ABŞ-ın vitse-prezidenti cənab Vance İlham Əliyev ilə görüş keçirib və ABŞ nümayəndə heyəti, Azərbaycan nümayəndə heyəti vəzifəlilərlə görüş keçirib. Cənab Vance'in Azərbaycandakı həmkarı Mehriban Əliyeva olmasına baxmayaraq, Mehriban xanım bu tədbirdə, görüşlərdə iştirak etmədi, qatılmadı. Bu ayrıca bir biabırçılıqdır. Bəlkə də elə buna görə cənab Vance dünən Əliyevlə mətbuat konfransında Mehriban Əliyevaya söz soxdu və onu da yəqin ki dinlədiniz. İndi onu da göstərəcəm. Amma axşam görüşdülər. Mehriban Əliyeva da şam yeməyində, ziyafətdə sadəcə iştirak elədi və ondan sonra da yola saldılar. Siz dönənləri bu videonu izlədiniz də yəqin ki, dəyərli dostlar. Bir də izləyin, yeni söhbətlər var. Yeni söhbətlər var. Ermənistana ABŞ nələri edir, edəcək, Ermənistanla müqavilədə nələr yazılıb, Azərbaycanla müqavilədə nələr yazılıb. Azərbaycan hökuməti ilə müqavilədə yalnız pul yazılıb, amma Ermənistanla müqavilədə həm pul da var, həmçinin insan haqları da var, həmçinin də ki, bütün yaxşı şeylər var. Bizdə isə yalnız Əliyevin ailəsinin şirkətlərinin cibini dolduracaq işlərə imza atıb cənab Əliyev. Eşitdiniz də bu videonu dünən. The vice president of Azerbaijan is also the president's wife, and hopefully that doesn't give the second lady any ideas, but I just want to say that on a personal note, but also because of our... ABŞ-ın vitse-prezidenti deyir ki, mən bildiyim qədərilə bəs Azərbaycanın vitse-prezidenti Prezident İlham Əliyevin həyat yoldaşıdır. Ümid edirəm ki, bu bizim arvada ideya verməz, onun da könlünə vitse-prezident olmaq fikri gəlməz. Bu əslində bir şapalaq idi. Cənab Əliyev bunu əlbəttə ki, başa düşdü. Və bundan sonra bu günləri İlham Əliyev Mehriban Əliyevanı çıxardıbdır öz müşavirəsinə. Bəs nə müşavirədir? Onunla da danışacağıq. Səbirlə qulaq asın. Çox uzun çəkməyəcək bu video. Videonu xahiş edirəm, bəyənin, paylaşın, daha çox insan izləsin. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. Dəyərli dostlar, bu tədbirdə Bəylər Əyyubov da yatıb. Sözün həqiqi mənasında gözlərini yumub, yatmışdı və görürsünüz, İlham Əliyev ilə James Vance danışarkən mətbuat konfransında onlar ingilis dilində danışıb və ümumiyyətlə konfrans tədbirin hamısı ingilis dilində keçib. Bu ayrı bir biabırçılıqdır. Məsəl üçün, mən baxdım, dünən sırağa gün, ondan əvvəlki gün Paşinyan, James Vance görüşü, nümayəndə heyətlərinin görüşü, Paşinyan erməni dilində danışır, tərcümə edilir. Bu normaldır, belə də olmalıdır. Paşinyan da ingilis dilini bilir, danışır da bütün beynəlxalq tədbirlərdə, həmçinin ABŞ-a səfəri zamanı Donald Trumpla da görüşdə tərcüməçidən də istifadə etmir. Çünki Amerika Birləşmiş Ştatları da ora ingilis dilində danışır, amma Ermənistanda Paşinyan özünə bir prezident kimi hörmət eləyir, Ermənistana da hörmət elətdirir və tərcüməçidən istifadə. Sən mənim ölkəmdəsən, bizim ortaq dilimiz yoxdur, ingilis dili sənin dilindir, bildirir ki, erməni dilində Paşinyanın dilidir, erməni dilində danışır. Amma
İlham Əliyev bütün görüşü, mətbuat konfransını belə ingilis dilində aparıbdı. Bəziləri lağ eləyə bilər ki, Paşinyanın ingiliscəsi nə gündədir ki? Xeyr, Paşinyan ingilis dilini bilir, aksentlə danışır sadəcə olaraq. Və bu görüşdə İlham Əliyevlə Vens görüşündə, tədbirdə, mətbuat konfransında Bəylər Əyubov yatıb. Bax, bu da görüntülər. Ay bəylər, ayıb deyil. Gələn ay martda 75 yaşın tamam olur. Ümid edirəm ki, bu vaxta qədər də nə qədər ayıb iş tutduğunu, sən vəzifədən, o prezident administrasiyasında sürünməkdən əl çəkərsən, gedərsən nəvələrindən oynayarsan. Bəsdir də, ged evində yat da, yatmaq yeridir ora. Nəyə görə həm də ingilis dilində və Bəylər Əyubov əlaqəsini bildirdim. Bəylər Əyubov ingilis dilini bilmir və qulağında da o tərcüməçidən istifadə olunan qulaqlıq da taxıbdır və ingilis dilində başa düşmür. Tərcümə olunur, o da ki, dinləyir və bilmirəm, bəlkə yorucu gəlibdir. Yorulmuşsan, get yat da, utan da, biraz utanmaq hiss et də. Bu ahıl, ağsaqqal yaşında, bütün saçın ağarıb, sənin artıq evində olmaq vaxtındır, nəvələrinlə oynamaq vaxtındır. Əl-qərəz, buna da toxunduq. Dedim ki, bunu da görəsiz, biləsiz, dəyərli dostlar. Və Ermənistanla Azərbaycan ABŞ-la müqavilələr imzalayıb. Baxın görək, ABŞ-la Ermənistan nə müqavilə imzalayıb, Ermənistan nə ABŞ nələr vəd eləyib. Ən birinci məsələ, Amerika Birləşmiş Ştatları Azərbaycanı demokratik ölkə, demokratik idarəçilik kimi tanımır. Bunu Ermənistanla bağladığı müqavilədə əks etdirir ki, hər iki ölkə demokratik ölkədir. Baxın, bunları yazılı şəkildə konspektləşdirmişik ki, ekrana da görünsün və sizə təqdim edirik. Ermənistanla imzalanan xartiyada tərəflər özlərini iki demokratik ölkə adlandırırlar. Hətta bir neçə yerdə qeyd olunur, amma Azərbaycanı demokratik saymırlar və belə bir qeyd yoxdur. Bu, ayrıca bir utanc yeridir. 2. Azərbaycanla imzalanan xartiya başdan ayağa iqtisadi və ticari xarakterlidir. Bir yerdə mina təmizləməklə bağlı bir bənd var, ona dəstək ifadə olunur. Ermənistanda isə insan hüquqlarının qorunması, yeni iş yerlərinin açılması, təhsil, media və vətəndaş cəmiyyətinin inkişafı kimi vacib məsələlər həmin xartiyada öz əksini tapıb. Buradan görünür ki, hansı hakimiyyət öz vətəndaşının maraqlarını necə qoruyur. Bizimkilərin beyni ancaq puldur, alverdir. Dəyərli dostlar, başqa bir məqama diqqətinizi yetirmək istəyirəm. Deməli, diqqət etdinizsə, ABŞ vitse-prezidenti Paşinyanla görüşə gələrkən onun qərargahının qabağında maneəsiz aksiya təşkil olunmuşdu. Yəni, Paşinyanla Vens görüşünün qarşısında etirazçılar var idi. Bəlli idi ki, bu aksiyanı da elə hakimiyyət və yaxud da ki, hakimiyyətə yaxın kimlərsə təşkil eləmişdi və göz yumulmuşdu və marağındadır Paşinyanın da Azərbaycanda yəni erməni məhbuslarının azad olunması. Onlar, həmən etirazçılar Azərbaycandakı erməni məhbusların, Vardanyan və s. azadlığına dəstək aksiyası keçirirdilər. Amma Azərbaycanda hakimiyyət buna bənzər bir aksiya təşkil edibmi son 5 ildə? Ermənistandan istədikləri o minna xəritələrini aksiya təşkil edib Vensə də göstərə bilərdi ki, Vens də Ermənistana bunu təzyiq kimi istifadə eləsin, desin, Paşinyanla və yaxud da aidiyyəti vəzifəlilərlə görüşərkən biz nə qədər insanlarımız yenə də Qarabağda minadan əziyyət çəkir, xəbər eşidirik ki, partladı, minaya düşdü və s. Niyə? Bunu neçə dəfə Azərbaycan Ermənistanın istəyib, amma verilməyib. Niyə bunu indi istəmirlər? Lazım olanda hansısa maraqlara
xidmət edəndə Hikmət Hacıyev və s. bunu dilə gətirir, soxur harasa, soxuşdurur, amma indi lazım deyil də. Cəmaatın ayağı, cəmaatın canı, bədəni minalardan partlayıb ölsə də olar. Niyə istəmirsiniz ki? Niyə bir aksiya keçirmirdiniz bununla bağlı? Hələ mən başqa şeyləri demirəm ki, 30 il, 40 il Ermənistan Azərbaycanın Qarabağını yeyibdi, istismar eləyibdi, onun pulunu, təzminatını ödəsin. Onsuz da buna haqqımız çatsa da sizin hünəriniz çatmır. James Vance'dən və yaxud da Amerika Birləşmiş Ştatlarından istəyəsiniz. Ən azından o insanların canına bais olan minanın xəritələrini istəyə bilərdiniz. Bir etiraz aksiyası keçirə bilərdiniz. Yox. Sözünüz də göstərirsiniz ki, bu sizə lazım deyil. Daha başqa bir məsələ, dəyərli dostlar, diqqət ekrana. Azərbaycanda xarici yüksək çinli məmurlar gələndə protokol qayda olaraq fəxri xiyabana gedirlər. Yəni, bu Azərbaycanın artıq hökumətinin protokol qaydasıdır. Digər ölkələrdən hətta prezidentlər gəlir. Kimlər gəlir? Gedib Heydər Əliyevin məzarını ziyarət edirlər. Azərbaycanın dövləti olubdur Heydər Əliyev. Yəni, Heydər Əliyevsiz mümkün deyil. Və Zəfər Memorial kompleksinə də aparırlar bəzən. Amma bu dəfə Heydər Əliyevin ruhuna hörmətsizlik edilib deyəsən. Axı, başları üçün deyil ki, Vence, Amerika Birləşmiş Ştatlarına nəyisə diktə edələr. Baxın, Putin gəlir, Heydər Əliyevin məzarını ziyarət edir Azərbaycana gələndə, amma ABŞ-ın hətta vitse-prezidenti Azərbaycana gəldi, amma Heydər Əliyevin məzarını ziyarət eləmədi. Bu da diqqət çəkən məqamlardan biri oldu. Dəyərli dostlar, diqqət ekrana, biraz əvvəl dediyim kimi, Vence gəldi Azərbaycana, gördü ki, onun həmkarı Mehriban Əliyeva yoxdur. Bu adam vitse-prezidentdir. Əslində görüşməli olan birinci şəxs Azərbaycanın vitse-prezidenti olmalıdır. Mehriban Əliyeva. Mehriban Əliyeva isə ortalıqda yox idi. Yoxa çıxmışdı, ölmüşdü, qalmışdı. Özünü ancaq axşama çatdırdı və yaxud da ki, deyir, Mehriban Əliyeva başı belə şeylərdən çıxmır ki, necə bir görüş alacaq? Ər prezident, arvad vitse-prezident, bu nə deməkdir? Və ona görə də James Vance deyir ki, bəs ümid edirəm mənim arvadım da vitse-prezident olmaq fikrinə düşməyəcəkdir. Bu bir şapalaq idi, Əliyevə dəydi və o da qayıdıb elə bir ki, heç nə olmamış, üzü qızardı, hiss olundu ki, şapalaq dəyib, amma üzü qızardı, utandığını hiss etdi, amma gülüb keçdi və dedi ki, yəqin indi axşam görüşdürərəm, eybi yox səni. Axşam da dediyim kimi görüşdülər, yedilər, içdilər və bu günləri də getdi, Şəhidlər Xiyabanını ziyarət elədi ABŞ-ın vitse-prezidenti və bu günləri İlham Əliyev müşavirə keçirib. Orada bəzi nazirlər, məmurlar yığılıbdır və rəqəmsal arxitektura da nədir bu adda və orada həmçinin də Azərbaycanlı xaricdə olan mühacirlərin kanallarını necə sıradan çıxartmaq lazımdır, onu da müzakirə ediblər. Xaricdəki YouTube kanallarına necə hücumlar təşkil olunsun, bunlar niyə indiyənə kimi danışırlar, xalqı biz yatızdırırıq, bunlar isə oyadırlar, müzakirəsi də gedibdir və Mehriban Əliyevanı burada çıxardıbdır. Çıxardıbdır, deyib, gəl arvad, gəl, sənə dəyəsən adam yerinə qoymurlar, dəyəsən səni ancaq lağa obyektinə çevirirlər qərb dairələri, gəl, sən bizim idarələrdə iştirak edirsən. Bəs dəyərli həmvətənlər, nəyə görə James Vance bu, yəni ABŞ-ın ikinci bir şəxsidir, bu bilmirmi ki, nə danışır, niyə lağa qoyur, bilmir ki, bu lağa qoyulan bir temadır, bilmirmi ki, bu Əliyevə pis təsir eləyəcək. Əlbəttə bilir, sadəcə həm də Mehriban Əliyevaya niyə onların marağı yoxdur, bilirsiniz? Çünki Mehriban Əliyeva Rusiyaya bağlı olan, sırf əlindən daha çox bağlı olan bir qüvvədir, qüvvənin başıdır, Paşayevlərdir. 2019-cu ildə Azərbaycanda yeni nazirlər, yeni idarə rəisləri, yeni DTX rəisləri, yeni nələrsə artıq dəyişəndə, prezidentin öz köməkçiləri belə dəyişəndə Mehriban Əliyeva artıq götürdü o Mikhail Cabbarovunu, baş nazirin müavinini və s. apardı Moskvaya məruzə eləməyə və and içmə mərasimi, əlindən öpməyə Putinin. O şəkilləri göstərmişdi, bir də ekranda göstərməyə ehtiyac yoxdur. O Mikhail Cabbarov var idi və orada Putin Mehribanın
döşünə medal asır və sədaqət andı içir orada. Sadiqlik göstərir ki, mənim komandam bunlardır və mən sizə xidmət edəcəm. Amerika Birləşmiş Ştatları da bunu çox yaxşı bilir. Baxın, mən təsadüfdən bu xəbəri paylaşmamışdım. Keçən ilin avqust ayında Azərbaycan nümayəndə heyəti İlham Əliyev uçdu ABŞ-a, erməni baş nazirlə və Trumpla görüş oldu və sülh müqaviləsinin paraflanmasını imzaladılar. Həmin ərəfədə ilk dəfə idir ki, rəsmi şəkildə Azərbaycanın prezidentinin təhlükəsizlik xidmətinin rəisi, indi o qurum Dövlət Mühafizə Xidməti adlanır. Bu qurumun rəisi Fərid Əsgərovun ABŞ-a girməsində ilk protokol, yəni gərəyi üzərindən xətt çəkilmişdi. Yəni ABŞ-a kimlər girə bilər, kimlər girə bilməz, bu ABŞ Miqrasiya Xidmətinin işidir. ABŞ Miqrasiya Xidməti ABŞ Xarici Kəşfiyyat Xidməti ilə, CIA ilə işləyir və xaricdəki xüsusilə Rusiyada təhsil almışlar, Rusiya FSB Akademiyasında oxuyanlar, kimlər, hamısı onların siyahısı harada var idi? Amerika Birləşmiş Ştatlarının siyahısında var. Və ilkin olaraq deyiblər ki, bu adamların hamısına icazə verilir ABŞ-a girməyə, Fərid Əsgərovun üzərindən xətt çəkiblər. Çünki Fərid Əsgərov Rusiya FSB-sində oxuyubdur. Sonra izah olunubdur və ehtimal olunur, mən dəqiq bilmirəm nədir, amma mən ehtimal və verilən məlumatlar bunu deyir ki, burada artıq Yahudi lobbisi işə girir və Fərid Əsgərovun üzərindən o xətti siliblər. Deyiblər ki, yox, olar. Bu bilmirəm, bizim adammı, nədirmi, problemsizdirmi, Rusiya elə bağlılığı yoxdur, sadəcə orada oxuyub, daha bilmirəm, nə izah gətiriblər və onu buraxıblar. Yəni, baxmayın ki, Dövlət Mühafizə Xidmətinin rəisidir. ABŞ üçün Azərbaycanda İlham Əliyev hətta kimdir ki, belə deyək də, yəni istəsə üstündən xətt çəkər. Baxın, deyir ki, bizim dövlət protokol qaydamızdır, gəlin Fəxri Xiyabanı, Heydər Əliyev məzarını ziyarət edin. Vance deyir ki, bizi hərləmir sizin protokol qaydalarınız, biz ora getməyəcəyik. Yəni, demək istədiyim odur ki, sonradan hansı lobbi qarışır işə, Fərid Əsgərovun da ABŞ-a girilməsinə icazə verilir. Bunu istədim ki, deyəm, yəni ABŞ Mehriban Əliyevanı Rusiyanın Azərbaycandakı dayaqları hesab edir. Marağında deyil. Mehriban Əliyeva ABŞ-ın marağında deyil və ona görə də söz soxur. Və mən elə ehtimal edirəm ki, artıq bu bir qulaq burması idi. İlham Əliyev ya bu il, ya gələn il birinci vitse-prezidentlik institutu və ümumiyyətlə bunu ləğv edər, referendumla və s. Mehribanın illərdir vitse-prezident olması onsuz da nə xalqa xeyir olubdur, nə bir qanunu əhəmiyyət daşıyır, nə bir onu haradasa iş başında görmüşük, gəlib öz ABŞ-lı həmkarı ilə görüşdə belə iştirak eləmir və ona görə də elə düşünürəm ki, yaxın müddətdə İlham Əliyev və ümumiyyətlə ailə hazırki durumda vitse-prezidentliyin ləğv edilməsinə qərar verərlər. Çünki görürlər ki, bu işə yaramır. Madam ki, ABŞ-la münasibətlərə gedirlər, ABŞ deyir ki, özünü düzəlt, biraz özünə hörmət elə. Bu o deməkdir. Biraz özünə hörmət elə İlham Əliyev. The vice president is also the president's wife, and hopefully that doesn't give the second lady any ideas, but I just want to say that on a personal note, but also because of our... Yayımı bəyənin, çıxmadan öncə xahiş edirəm, paylaşın, daha çox insan izləsin. Salamat qalın.